Salam, hörmətli izləyicilər, hər vaxtımız xeyir olsun. Saray qəsəbəsində bu 2 mərtəbəli ev satışa çıxdı 105 min manata. 105 min manatdan yenə də gələcəksiniz ev sahibi ilə, özü ilə danışıb endirim özü eləyəcək. Hal-hazırda 2-ci mərtəbənin balkonundan çıxmışam, çəkiliş eləyirəm. Gəlin davam eləyək, yaxından bu evlə tanış olaq. Hörmətli izləyicilər, evimiz 2 sot 8, demək 3 sotdan biraz azdır. Torpağının çıxarışı ilə satılır. Çəkilişimizin də evin içərisindən davam edir. Bu binanın pilləkyanıdır. Pilləkyanı da betonla tökülüb. Özlərinə tikilmiş evdir, şəxsi özləri üçün tikilmiş evdir. İllərin evidir. Yəni bir xeyli vardır ki, bu ev tikilib. Qiyməti 105 min manatadır, qiymətində endirim olunacaq. Saray qəsəbəsində bilirsiniz harada? 5 otaqlı evdir, 5 otaqlı ev. 2 mərtəbəli evdir, 5 otaqlı ev. 105 min manata. Bir də indi qoy sizə bunları bir-bir izah eləyəcəm. Bax, ara kəsmə divarlarını görürsünüz, hamısı qoşadaşladır. Ev Kurqavoy qoşadaşlar tikilib, fundan metri kəmərli evdir. Bu qonaq otağıdır. Tək qonaq otağını demirəm. Ümumiyyətlə bütün otaqların hündürlüyü əmi deyir ki, ev sahibi 3 metr 30 santdır. Gör necə hündür görsən. Bir dənə ümumi görsət baxsın. Baxsınlar, bax. Görürsünüz qonaq otağın. 3 metr 30 sant tək hündürlüyüdür. Necə? 2 dənə pəncərədir. Pəncərələrdə öz həyətinə baxır, bax. Koresiv pəncərələrdir, dəmir raşotkası, hər bir şeyi qaydasındadır. Demək, ərazini göstərdiyim, obadan girdiniz içəri, asfaltdan bura demək olar ki, 30 metr, 35 metr məsafə olar. Küçədən ikinci evdir. Məhəllədən birinci ev yox, ikinci evdir. Düz yolun qırağındadır. 5 otaqlı evdir, 105 min manatadır, qiymətində mütləq endirim olunacaq. Biz sanitari qovşaqlarına çəkirik, siz zəhmət olmasa gələrsiniz bura. Bax, sanitari qovşaqlarına baxın, ayrı-ayrı, bax. Bir dənə zəhmət olmasa göstərin. Ayaq yolu ayrıdır, hə, baxın. İndi hamam otağını göstərin. Bax, bu da ayrıdır. Görürsünüz? Bax, belə. Bu da qaladovkadır, buranı göstərməm. İçində özlərinə ayrılın əşyaları var. Pilləkyanımızı izah elədim, betonla tökülmüş pilləkyandır. Sonra burada bax, belə bir şkaf var, paltar yığmağı. Görürsünüz? Bu qalacaq evin içərisində. Kuxuna mebildir, kombidir, radiatordur, budur, bu şkafdır. Bunları əlavə edib, vaxt aparmaq istəmirəm. Mətbəxə baxaq, ən əsas gözlədiyimiz bu mətbəxdir. Bax, mətbəxini göstərirəm. Böyük, iri mətbəxdir. Mətbəx mebeli qalacaq evin içərisində. Bax, buradan jaluzi qaldırsıq, yəni birbaşa öz həyəti görsənir. Bax. Pəncərəni açırıq, birbaşa öz həyətidir. Yəni, hansı pəncərədən baxırsınız, öz həyəti görsənir. Özdə qəşəng hava oynayan yerdir, sərin yerdir. Mütləq gəlin bura baxın. Burada adam yoxdur. Gəlin növbəti otağa baxaq. Bunlar hələ 1-ci mərtəbədədir. Bax. 1-ci mərtəbədə bir qonaq otağıdır, bir də bu yataq otağı. 2-ci mərtəbədə 3 dənə yataq otağı. Ümumi 5 otaqlı evdir. 5 otaqlı ev 105 min manata satışa çıxarıldı. Bax, burada olan bütün otaqları sizə göstərdim. İndi pilləkənlə qalxırıq 2-ci mərtəbəyə. Həmən bax, bu beton pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədəki otaqlara baxın. Elə yataq otağının kvadratın böyüklüyünə baxın. Bax, zəhmət olmasa gəlin bir dənə bura. Bura belə bir koridordur. Bax, görürsünüz. Burada istəsiniz bir dənə də şkaf yığdıra bilərsiniz. Burada da sanitar qovşaq var 2-ci mərtəbədə. Bunu da göstərək. Bax, bu da 2-ci mərtəbədəki sanitar qovşağıdır. Aşağıda da var, yuxarıda da var. Sonra bura baxaq. Bura baxaq. Ara kəsmə bu da qoşadır. Burası təkdir bu. Qoşadır, hə. Bir dənə oradan zəhmət olmasa çəkin. Yataq otağıdır. Bu 2-ci mərtəbədə olan ən böyük yataq otağıdır. Görürsünüz necə, nə boyda kvadratı var. Görürsünüz kvadratı böyüdür. Pəncərədən bir dənə zəhmət olmasa biz görüm yolu göstərək. Hə, buradan yol görsənəcək. Baxın. Bax, göstərin. Görürsünüz, bax, maşınlar saxlanılan yer yoldur. Əsas yol. Yəni, bunu deyərik yataqlar. Gözünü bağlayayım. Bu bir yataq otağıdır. Burada da növbəti yataq otaqlar var. Onları da sizə göstərim. Bax, bura gəlin. Bu bir yataq otağıdır. Böyük, yaxşı, səliqəli səhman yataq otağıdır. Bu da növbəti yataq otağı. Burada baxaq. Burada növbəti yataq otağı. Deməli, yuxarıda 3 yataq otağı, hamam tualet. Aşağıda 2, demək, qonaq otağı, bir dənə yataq otağı. 5 otaqlı evdir. Aşağıda da hamam tualet var, yuxarıda da. Bu da balkondur. Bayaq başlayanda, çıxış eləyəndə oradan başlamışdım. Və salam, bax belə 105 min manatadır. Qiymətində qəşəng super endirim olunub. Hələ nəzərə alın ki, bura gələndən sonra yenə də əmi endirim eləyəcək.
Mütləq zəng eləyin, gəlin bu evə baxın. Qalanını inşallah burada danışarıq. Sağ olun.